Salam əziz izləyicilərim, kanalıma xoş gəldiniz. Bugünkü videomda bir çox aşbazların sir kimi saxladığı sobada toyuq qızartması hazırlayıb sizlərə təqdim edirəm. Görünüşü çox gözəl, dadı, ləzzəti doyulmaz, süfrələr bəzəyib bu toyuq qızartmasının hazırlanması sizin üçün maraqlıdırsa, buyurub videomu izləyə bilərsiniz. Bugün mən 2 toyuq hazırlayıram. İstəsəniz bunu siz azaldıb və ya çoxalda bilərsiniz. Toyuqları yaxşıca yuyandan sonra gördüyünüz kimi 2 hissəyə bölmüşəm. Sonra bir qabın içərisində duz, istiot, sarı kök götürmüşəm və bunları qarışdırıram. İstədiyiniz növ ədviyyatdan əlavə edə bilərsiniz. Mən sadəcə duz, istiot, sarı kök istifadə etməyi xoşlayıram və gördüyünüz kimi ədviyyatı toyuğa bol şəkildə vurmaq lazımdır. Çünki ətli hissələri duzsuz qala bilər. Duzlu olmayanda da, yeməyin duzu yaxşı olmayanda dadı da görürsüz xoşa gəlimli olmur. Ona görə çalışın ki, duzunu yaxşıca vurasınız. Bu cür mən toyuğun hissəsinin hər tərəfini yaxşıca ədviyyatlayıram. Toyuğun döş və but hissəsinin ətləri çox olduğuna görə bıçaqla bu cür kəsik edirəm və həmin hissəni də duzlayıram ki, duzsuz olmasın yeməyimiz. Bir şey də nəzərinizə çatdırım ki, toyuqları yuyandan sonra onun suyunu yaxşıca dəsmalla qurutmaq lazımdır. Sulu olmamalıdır. Duz, istiot, sarı kök vurduğum toyuqları sobada bişirmək üçün listə yığdım və toyuğun hər iki tərəfinə zeytun yağı çəkirəm. Əgər zeytun yağınız yoxdursa, sevdiyiniz hər hansı duru yağdan istifadə edə bilərsiniz. Toyuqların hər iki tərəfini yaxşıca yağlayandan sonra 240 dərəcə alt-üst rejimdə qızdırdığım sobada bişməyə qoyacağam. 45 dəqiqə 240 dərəcədə bişirirəm. Sonra sobadan çıxardıb üzərinə tomat pastası çəkəcəm. Toyuqları sobada bişməyə qoyarkən yanına biraz da təzə kartof yaxşıca yuyandan sonra düzdüm. Əgər sevirsinizsə, siz də toyuqların yanına kartof yığa bilərsiniz. Toyuqları sobada 45 dəqiqə bişirdim. Gördüyünüz kimi toyuğun üzəri az qızaranda sobadan çıxardıram və üzərinə tomat pastası çəkirəm. Bişmə vaxtı elektrik sobasına nisbətən dəyişə bilər. Bunu siz özünüz tənzimləyə bilərsiniz. Toyuqların üzərinə tomat çəkəndən sonra təxminən sobada 10-15 dəqiqə yenidən bişiririk. Üzəri bu cür qızaranda deməli toyuğumuz hazırdır. Süfrəyə təqdim edə bilərsiniz. Əziz izləyicilərim, bu cür toyuq qızartmasını sizə də hazırlamağı məsləhət görürəm. Hazırlayanlara əvvəlcədən də nuş olsun deyirəm. Bu gözəl Ramazan ayında Allah bütün tutulan oruçları, qılınan namazları, duaları qəbul eləsin inşallah. Hər bir evə bol ruzi, bərəkət, xoşbəxtlik, can sağlığı arzulayıram. Yeni videolarda görüşmək ümidi ilə. Allaha əmanət olun.